Telefon səssiz aldın. Al hə. Sən aldın. Al hə deyir. Məndə həmişə səssizdədir. Döktün üstümə. Yaşı iz qalacaq. Canın sağ olsun. Nə də adamsın. Və belə eləyəcəm. Hə. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşayanməmiş yetkinlər. Yarım qalmış. Həyəcanlanma. Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım kiber təhlükəsizlik üzrə baş mütəxəssis Lamiyə Məmmədova. Düz dedim? Bəli. Xoş gördük. Lamiyə, xoş gəlmisən. Xoş gördük. Sağ ol elə. Niyə kiber təhlükəsizlik? Bakalavr Computer Science üzrə Xəzər Universitetində oxumuşam. 4-cü kursda bizdə informasiya təhlükəsizliyi deyə bir dərs var idi. Müəllim cyber security ilə bağlı çox yaxşı slaydlar falan hazırlamışdı, izah eləmişdi cyber security və hətta bir dənə də lab qurmuşdu ki, yəni girin mənim kompüterimi hack eləyin. Oradan məndə cyber security-yə maraq yarandı. Mən də magistra ixtisaslar axtarırdım, hansı üzrə yönəlim, çünki kompüter elmləri geniş bir bölmədir. Orada cyber security qərar verdim ki, bu nəsə mənə maraqlı gəlir. Ondan sonra axtardım. O vaxtı cyber security üzrə ixtisaslar yox idi. Daha geniş informasiya texnologiyaları ixtisasları idi. Cyber security qolu ilə və ya bir hissəsi cyber security idi. Sırf bir magistr tapdım Londonda, kiber MSc-in cyber security. Ona apply etdim. Onlardan da qəbul aldım və elə cyber security journey-im başladı. Kiber təhlükəsizlikdə bir hücum eləyən tərəf var, bir də defend eləyən tərəf var. Sən hansısın? Mən defend eləyən tərəfdəyəm, qoruyucu tərəfdəyəm, daha çox analist. Amma bu sahənin hücum edəni də hücum edirsənsə, bu icazəli şəkildə olmalıdır. Hücum edən hakerlər icazəsizlər, o onsuz da illegaldır. Normal işdə ya icazəli şəkildə hücum edirsən, ya da hücum edənlərdən şirkəti qoruyursan. Legal şəkildə icazə almaq nəyi nəzərdə tutursan? Yəni mən sizin şirkətə deyirəm ki, mən sizi hack eləyəcəm ha. Bunu hack etdiniz deyəcəm. Əgər siz legal hakersizsə, deyirsiniz ki, yoxlama aparacağam. Sizə hack eləyib sizdəki olan boşluqları sizə bildirəcəm. Oradan da rəsmi icazə alırsınız. Onlar da deyir ki, hə, bu şəbəkələri eləyə bilərsən, buna toxunma, buna dəymə. Əgər toxunsan, onlar səni məhkəməyə verə bilərlər. Çünki hər şey kontraktla olur. Mən niyə hack eləmək istəyirəm? Deyirəm ki, yoxlamaq üçün. Yoxlayıb boşluqları tapırsan, deyirsən ki, buna görə də sizə bir pul verilir. Bəli. Mənə pul verirsiniz. Hack eləyirsənsə, sənə pul verilir. Hə, yəni mən pulla sizi gəlib hack edirəm. Bəli, bacarırsansa eləyirsən. Bacarmıramsa? Bacarmırsa nə işin var orada? Pulu almıram. Bacarmıramsa yoxsa? Yox da, bunu ancaq bacaranlar buna. Sən kim olmaq istəyirsən? Yəni hər hansı bir freelancer bir hackeram. Gəlmişəm ki, mən nə bilim İngiltərə bankasını soyacağam. Yox, o La Casa de Papel deyil. Platformalar var, bug bounty platformaları. Orada freelancer hackerlər, 15 yaşlı hackliyə başlayanlar falan istənilən bir adam orada profil açıb, hansı şirkətlər ki, orada öz veb saytlarını qoyub, məsələn ki, bizi hack eləyin, boşluqlarımızı bizə deyin. Sən istənilən bir adam, əgər biraz hackerliyə marağın varsa, boşluq tapıb onlara report eləyə bilərsən. Onlar da sənə deyəcək, təşəkkürlər, bizim bundan xəbərimiz yoxdur. Buyurun sizə pul. Nə qəşəng? Qəşəng deyirsən. Bəli. Qəşəngdir, bacarmaq lazımdır. Bu boşluğu tapmaq lazımdır. O da boşluq sadə boşluq yox da, şəkli burada belə qoyulur. Normal boşluqlar. Yaxşı da pul qazanmaq olur. Başqa bir yerdə işləmisən ki, böyle təhlükəsizlik? Bakıda da işləmişəm 2 il. Daha sonra Londona köçmüşəm. Çünki Bakıda kiber təhlükəsizlik marketi balacadır. Buradan bir-iki atak görürsənsə, orada gündəlik, nə bilim, onlarla atak görə bilərsən. Daha çox təcrübə əldə etmək üçün məncə xaric, öz İngiltərə bazarıdır. Orada cyber security həm siyasi cəhətdən daim tələbatlıdır kiber təhlükəsizlik, həm də daha maraqlıdır, daha siyasətlə əlaqəlidir, daha nə bilim qlobaldır. Buna görə də üst tutdum ki, orada da özümü yoxlamaq istəyirəm. Həm də mən təhsilimi də orada aldığım üçün oranı görmüşdüm, orada təxmini oradakı fürsətlər daha yəni daha böyükdür deyim də.
Mindsetə gəldikdə isə kiber təhlükəsizlik mindseti daim yeni şeylər öyrənməlisən, daim ayaqlaşmalısan gündəmdən. Bu bütün ixtisaslara aiddir də. Yəni daha spesifik, yəni kiber təhlükəsizliyi seçən insanların xarakteri necə olmalı? Yəni yeniliklərə öyrənməli, açıq olmalı, o bütün sahələrə aiddir. Başqa? Yəni hər şeydən başın çıxmalıdır, belə deyim. Atıram, hansı şirkətdə işləyirsənsə, atak hər yerdən gələ bilər. Sənin koddan da başın çıxmalıdır, salesdan da başın çıxmalıdır. Hər şeydən başın çıxmalıdır. Yəni ekspert olmasan da müəyyən dərəcədə bilməlisən ki, sabah bir suyun hara atak olsa necə qorunacağı haqqında müəyyən bir fikrin olmalıdır. Bu atak yəni marketinq timinə gələ bilər, bu atak gələ bilər developerlərdən, bu atak gələ bilər nə bilim adi interndən. Onu elə ki yönləndirmək üçün sən bilməlisən ki, aha, atak olunan application nə üçün istifadə olunur. 9-6 işləyirsən. 9-6 işləyirəm normalda. Lakin on-callda oluram. Ayda bir həftə on-calldayam. Gecə saat 2-də də, nə bilim, 6-cı gün, bazar günü də zəng gəlsə, nəsə bir şübhəli bir şey olsa, götürməliyəm və laptop yanımda olmalıdır və açıb ona reaksiya verməliyəm. Həftədə bir dəfə, ayda bir dəfə. Ayda bir həftə, amma bu dəyişir, hər iş yerində fərqlidir. Çox məntiqlidir əslində. Bir çox kiber təhlükəsizlik komandalarında ümumiyyətlə shift rejimi var. Növbənə gecə shifti, gündüz shiftində işləyirlər. Çünki kiber təhlükəsizlik 24/7 olan bir şey olmalıdır əslində. Çünki bir şirkətin daim qorunma ehtiyacı var. 9-dan 6-ya yox. Daim orada bir nəfər olur. Çünki hakerlər ən çox bilirlər ki, işçilər az olur. Nə vaxt 6-dan sonra, 9-dan əvvəl, bayram günlərində və ən çox ataklarda o vaxt olur. 5-ci gün axşam məsələn. Ən çox ataklarda o vaxt olur. Çünki bilir ki, orada heç kim olmayacaq qorumaya. Ona görə də normal şirkətlərdə, yəni best practice odur ki, daim orada kiber təhlükəsizlikdə kimsə olsun. Mən bunu paylaşa bilmərsən. Yaxşı. Bunu kəs. Tamam. Çox məntiqlidir əslində və bunu mən necə məntiqli fikirləşirəm ki, marketinq sahəsində çox bomba inteqrasiya oluna bilər. Məsələn, sosial mediada da çox vaxt problemlər çıxır da, postla bağlı bir problem çıxa bilər, neqativ bir rəy gəlib onunla bağlı bir şey eləmək lazımdır və ya postda bir səhv tapılıbdır, məsələn, onu dəyişmək lazımdır. Və sən də yəni 7/24 on-call olmaq istəmirsən də. Məsələn, komandada 5-6 nəfər varsa, sırayla ayda bir həftə, bu həftə sənsən və nəsə problem olsa səndən biləcəyik deyə bilərlər. Çox məntiqli yanaşmadır. Yəni gücü düşmür heç kimə. Bütün sahələrə bunu tətbiq etmək olar da, belə təhlükəsi olan demək olar. Yəni olar. Həmçinin Instagram səhifəm var əlavə, onu təzə öyrənmişəm. Nə edirsən orada? Instagram səhifəm var, Cyber Security Baku. Hafta çıxdı. Instagram səhifəni əslində açmışdım. Bakıda olarkən açmışdım. O vaxt Cyber Security ilə bağlı məlumat verən səhifələr çox yox idi. Sadəcə sırf məlumat dəstəyi ilə açmışdım. Bəzən onu tələbələr yazır. Bu sahəyə digər sahələrdən gəlmək istəyənlər, ümumiyyətlə ya da ki, universitetdə təzə birinci kurs olub bu sahəyə maraqlananlar falan olur ki, yazır. Mən də bildiklərimlə kömək etməyə çalışıram. Sırf məlumat xarakterli bir səhifə idi. Onu da deyim, yəni Azərbaycanca açmışdım. İstəyirdim ki, yəni daha çox Azərbaycanda çünki gap var. İngiliscə normalda məlumatlar daha çoxdur. Amma indi Londonda yaşadığım üçün oradan da bəzi tələb görürəm. Elə onda da məcbur həm ingilis, həm Azərbaycanca paylaşımlar edirəm. Londonda Instagram bu qədər çox istifadə edirlər, yəni xüsusilə bu tədris məqsədi ilə. Avropada çox ölkədə elədir ki, veb-sayt və ya application üzərindən nəsə iş görürsən sən, bu restoranından tut, bərbərinə kimi bütün servislər elə oldu da. Yəni sosial mediada sırf servis satmaq üçün çox az istifadə olunur. Azərbaycanda amma hər şey sosial mediadadır. Yəni restoranda bütün alacağın servislərin Instagram, TikTok kanallarına baxıb belə qərar verirsən. Google Maps-dəki rating belə bizdə sistemi hələ tam oturuşmayıb. Məsələn, orada da daha çox sənin bir veb-saytın olsa İngiltərədə daha çox kömək olmazmı sənə? Niyə Instagram üzərindən Londona iş görsən? Mən Instagram açanda Bakıdaydım. Ona görə Bakı mindset ilə açmışdım Instagramı. Amma orada sözün düzü mən bunu daha çox şəxsi səhifə olaraq açmışdım. Yəni mən məlumatı insanlara çatdırmaq istəyirəm. Və bloger deməzdim, amma micro influencer kimi bir çox insanlar xaricdə də yəni öz səhifəsini açır, öz yolundan danışır ki, məsələn mən Microsoftda necə gəldim, Google-a necə gəldim. Elə olanda orada da yəni sosial media gündəmdədir. Hətta TikTok
TikTok da artıq çox qlobaldır. Yəni vebsayt açıb sözün düzü daima orada onun üzərində işləmək lazımdır və bilmirəm məndə onu komit eləyəcək qədər vaxt var idi. Ona görə Instagram daha rahat gəldi. Düz düşünürsən. Əgər İngiltərədə həqiqətən insanlar bu məqsədlə istifadə edirlərsə sosial medianı çox məntiqlidir. Mən hal-hazırda yəni nəsə axtarış verəndə girib vebsaytını axtarmıram məsələn. Girirəm sosial mediada axtarıram. Bəs produkt axtaranda da eləyirsən? Nə produktu məsələn? Nə produkt axtarsan məsələn? Yəni Londonda restoran Google Map belə reviewlar o bəs eləyir. Tamam. Başqa nə produkt axtarırsan TikTokdan? Yemək reseptləri. Yemək reseptləri də yes, TikTok hardasa, YouTube Shorts-da da yenə. Aha. Instagramdan nə axtararsan? Instagramın axtarış alqoritması bərbaddır axı ona görə. Yəni keyword verirsən, verir. Ancaq öz səhifən böyüsə, Instagram özü səni insanların qabağına çıxardır. Ancaq yes. Yəni niyə belə bir şey eləyirsən ümumiyyətlə? Bu sırf charity deməzdim. Sırf sadəcə özünün istədiyi dəyər, yəni kaş o vaxtda da biri də açaydı da mən ondan kömək ala bilərdim. Orada bir gəp gördüm ki, sanki çox elə öz biliklərini bölüşən adam azdır. Bizə danışa arkadaş ağac. Yellənir. Bir dəqiqə belə gəlir bax. Dən onu tutum da. Gəlir. Yıxılsın da. Gəlir. Qoy getsin. Qoş. Belə Azərbaycan üçün dəyər yaratmağı istəyirdin, sən niyə qaçdın, getdin İngiltərəyə bəs? Məncə mən bu salıncağımı artıq verdim. Vermədin. Hə, Dedim, daha böyük bazarda özümü yoxlamasını daha çox sadəcə işdən bağlı ola bilməz də. Yaşam tərzi ilə də əlaqəsi var da, düzdür? Yəni İngiltərənin Azərbaycan əsas fərqləri nədir səncə bu dəqiqə? Londondan Bakının. Durmasayaq. Big Ben görəndə ağlamışdın? Yox. Bir dənə TikTokda video var. Big Ben görəndə niyə ağlıyorum? Big Ben'i görə kitabların üstündə uşaqlıqdan gördüyüm bir emosional olursan. Aha. Big Ben görəndə. Big Ben görəndə emosional olursan, hansı ki, yəni Xəzər Universiteti neftçilərdən. Neftçilərdən. Neftçilərdə sən səhərsi gün Londondasan. Bilmirəm, bəlkə də deyərdim ki, orada daha az stresslidir iş həyatı. Work-life balance bəlkə daha yaxşıdır. Yaxşı deyil. Sən özün onu daha yaxşı balanslaşdıra bilərsən. Sən yaradırsan, yoxsa buna şərait yaradırlar ki, sən bunu yaradırsan? Şərait yaradırlar ya da o şəraiti tələb edə bilirsən. Məsələn, atıram deyə bilərsən ki, yəni iş artıq çox stresslidir mənim üçün. Olar ki, məsələn, müəyyən müddət atıram evdən işləyim ya da bir həftə məzuniyyət götürürsən. Məzuniyyət götürürəm. O bizdə də var da sən. Yəni məzuniyyət bizdə də götürürsən də. Amma iş stressidir, evdən işləyim biraz. İş yerindən asılı olaraq onu da bəlkə olur. O iş yerində asılıdır, vəzifəndən də asılıdır. Məsələn, bəzi işlər var ki, tələb edir ki, daim ofisdə olmalısan. Kiber təhlükəsizlikdə normalda əgər smenlə işləyirsənsə, ofisdə olmalısan. Hal-hazırda mən özümdən götürsəm, məndə flexibility elə bilirəm ki, Bakıda almayacağım fleksibilitilər var məndə Londonda. Mən onu sən deyə bilmərəm. Okey də bu qədər də kiber təhlükəsiz olmayın da. Biraz şirin təhlükəli olun. Yaxşı, fərqli şirkətlərdə işləmisən də İngiltərədə, düzdür? Azərbaycanda da işləmisən. Fərqli. Aha, yox, bir şirkətdə. Bir şirkətdə işlə. Neçə il gedəndən sözümü kəsmə. Yanvarda 4 il olacaq. 4 ildir eyni şirkətdə işləyirsən. Eyni şirkətdə işləyirəm. Halal olsun. Bunu da paylaşma. Yəni Azərbaycanda daha rahat gətirəcəyim, daha təhlükəli insanlar var da, yəni. Dirəksəm Azərbaycandan bir polisi gətirərdim buraya, yəni belə səndən söz alınca. Azərbaycandan İngiltərəyə gedən bir insan necə bir culture şok yaşaya bilər? Yəqin ki, ən birinci şoku dildə yaşayırsan. Dil, language barrier. Dil. Dil bariyeri var. Var. Sən buradan öyrəndiyin ingilis dili ilə oradakı ingilis dili eyni deyil. Gedirsən bir həftə nədir? Excuse me, sorry deyə adam da utanır. Yaxşı, bəs oturub yəni ofisin Amerikan yox, ingilis versiyasına baxsam okeydir. Ofis serialının. Yəni ləhcəni başa düşməklə bağlı da bu, düzdür? Sənin danışığını da başa düşmürlər yoxsa? Var. Əslində onlar digər millətlərdən çox işləyir. Yəni İngiltərə elədir ki, diversity yüksəkdir. Yəqin ki, başa düşürlər, amma sən özün səlist deyim. Məsələn, mən əvvəl səlist deyildim. Daha doğrusu oxuyarkən səlist idim, qayıtdım Bakıya. Daha sonra o da yaddan çıxdı. 2 il sonra tezdən gedəndə yenə alışmaq üçün mənə bir müəyyən vaxt lazım oldu.
Elə olanda da İngiltərəndə, yəni ləhcə deməyin də dialekt kimi şimalı bir cürə danışır, cənubi bir cürə danışır. Belə olurdu ki, heç başa düşmürdüm nə deyirdi. Ona alışmağa vaxt lazımdır. Sən xassiyyət olaraq da dəyişilmisən İngiltərəyə gedəndən sonra. Bunu hiss eləmisəndir böyük ehtimal ki, daha o rahatlıq sənə də gəlmişdi məncə. Yəni getməyəndən qabaqki səndən indiki sənin arasında çox fərq var. İndi daha rahatsan. Ola bilər. Həm o yaşla da əlaqəli ola bilər. 4 il bundan əvvəl early 20s hələ özünü tapmamısan. Early 20s-lə, yəni 20, tamam 21 yaşdan 20, Düzdür. Mənim həm də ki Azərbaycanda bir mentalitet deyil, bir düşüncə tərzi var ki, məsələn, ay çörəyin əlindən alınar, ay yoxdur mənə nə deyirlər elə. Başqa cür iş mədəniyyəti var. İngiltərədə isə daha rahatsan. Yox deməyi bilirsən. Yox deyəndə səni incitmirlər. Nəsə bacarmayanda səni barmaqlamırlar. Orada da iş politics var, amma elə bir ki daha aşağıda, daha rahatdır mənə görə. Mən anladım ki, yəni sən öz işini yaxşı bilirsənsə, sən öz məsuliyyəti, yəni daimi belə öz işini görürsənsə, heç kim sənin işini deyən deyil. Son olaraq kiber təhlükəsizlik üzrə mütəxəssis olmaq istəyən insanlara nə tövsiyə verirsən? Sən 5 il bundan əvvəl neynəsəydin daha yaxşı, 10 il bundan əvvəl neynəsəydin? Mən hər şeyi yaxşı eləmişəm. Yox, doğrudan sən həqiqətən hər şeyi çox yaxşı eləmisən. Yəni universitetdə yaxşı oxuyurdun, mənim oxumadığım vaxtlarda. Dərslərinizi oxuyun. Dərslərinizi. Əslində düzdür, ideal eləmisən. Onda yəni prosta tövsiyə versən. Əgər elə bir tövsiyə istəyirsənsə, deyərəm ki, həqiqətən də universitet vaxtı adamın ən boş vaxtının olduğu vaxtdır. Bunu oxuyun, onun çörəyini yeyəsiniz. Ay cool olum, ay o nədir, nə bilim, dəftər, kitab daşıyana baxmaq, aşağı baxmaq, nə bilim nə. Dərsi oxumayıb gedib bəs özü öyrənmək. Çünki universitetdə sən nə öyrənmisən? Bacarsan elə. Öyrənmisən universitetdəki böyle. Mən öyrənmişəm. Mən yalan deyə bilmərəm. Mən öyrənmişəm. Ümumiyyətlə öyrənmisən. Ümumiyyətlə öyrənmişəm. Yaxşı müəllimlərim var idi. Hamısı olmasın, daha yaxşı müəllimlərim var idi. Öyrəndiyim şeydə çox olub. Mən bunu dana bilmərəm. O müəllim sənin durub arxanca qaçmayacaq ki, oxu bunu. O sən eləyəcək. Avara, onsuz avaradır. Bizim universitetdə qaçmırdılar zaten. Qalx kitabxanaya da götür dərsini. Müəllim nə dedi? Qalx kitabxanaya. Biraz da özün elə. Sənə heç nə lazım deyil ona. Bununla bağlı bir sualım var. Məsələn, Azərbaycanda bir çox tələbə ya valideynlərdən gələn bir mindsetə görədirmi, oxumaq havasında olmurlar. Özümdən bilirəm və bir çox ətrafındakı insanlar. Çünki kimin nə hansı mövzuda çox sıxsan, adamı ondan da iyrəndirərsən. Yəni necə olub ki, sən oxumusan, mən oxumamışam? Sözün düzü bizdə sıxma olmayıb, daha çox valideyni disappoint nədir? Məyus etmək qorxusu olub məsələn məndə daha çox. Bizdə nə bilim, bizdə şey olmayıb, müqayisə etmək olmayıb cəmaət uşağı. Sadəcə ona bax, o daha yaxşı eləyib olmayıb. Sadəcə deyir ki, falan kəs də məsələn belə bir şey eləyib, halaldır ona. Nöqtə. Bax sən də ona bax, elə bir şey olmayıb. Yəni o da yaxşı olub. Sıxma boğma da dərəcəsində olub ki, məsələn oxusan bir şeyin olsa, savadın olsa, nəsə əldə eləyəsən. Nəsə qabağa getmək istəyirsənsə, nəsə 0-dan 50-dəsən indi, 50-dən 150-yə qalxmaq istəyirsənsə, bunun başqa yolu yoxdur, budur. İndi özün bil. Bu qədər sadə. Seçim sənə qoyulur, sən özünü seçirsən. Bu arada məsələn bir dənə də bir şey var. Köhnə bir tanışım var, tanıyırsan həmin adamı uzaqdan bəlkə də. Onun bir sözü var. Deyirdi ki, hər kəs öz potensialının fərqindədir və bir insan bir şey eləmirsə, deməli o şeyi eləyə bilməyəcəyini bilir deyə eləmir. Bu çox əslində non-motivation bir şeydir. Yəni motivasiyadan salan bir cümlədir. Amma məsələn universitet vaxtı sən oxuyurdun, mən oxumurdum məsələn. Amma bu dəqiqə mən də istədiyim yerdəyəm əslində. Yəni oxumadığıma görə peşman deyiləm. Yəni yaxşı ki oxumamışam deyirəm özümə. Onda belə çıxır ki, sənin istədiyin yerə çatmaq üçün o bəsdir. Amma mən öz təcrübəmdən onu götürürəm ki, məndə bəxt hard work olmalıdır ki, bəxt gələndə ortaya bir şey qoya biləsən. Bəzi insanlarda, yenə ingiliscə bir term işlədəcəm, onu tərcümə edərsən, self-sabotage deyə bir şey var. İnanmır ki, özünə mən bunu bacararam. O self-sabotage sənin özündən asılı olmayaraq səndə ola bilər. Əsas onun məncə aware, yəni özünün fərqində olsun, yəni ki, səndə bu var və onun üzərində işlə. Məsələn, bunu məsləhət görə bilərəm. Bəzi insanların yolunu kəsən çox vaxt bu olur. Xüsusən də Azərbaycanda. Ay o eləmərsən, ay o adamın olmalıdır, ay nəsə. Özün yoxsa ətrafındakı həm də?
Ətrafındakı nə mən kimsə sən kömək eləsin? Yo, bu self sabotajı sənin dediyin məsələn eləyənmirsən, bu bəhanələr gətirirsən özünə və özünü sabotaj edirsən də. Bunu çox vaxt yanındakı insanlar da eləyir, dostun, tanışın falan. Onunla bağlı da məsləhət versən, yoxsa təkcə öz-özünüzə eləmirsən? Dost tanış deyəndəki qıraqdan self sabotaj həmişə olacaq. O garantidir. Eləyə bilmərsən də o deyəcəklər, əşi boşuna uğraşırsan, o sən adamın olmalıdır. Nə bilim, o həmişə var. Özdə çoxdur. O daha çoxdur. Yazıq içindəki self sabotaj o işte bir damcı yoxlayırsan. O qıraqdakı daha beş betərdir. O elə ən birinci onu ümumiyyətlə qulaq asmaq lazım deyil. Qıraqdan gəlir. Qıraqdan gələn sənə yaxşı sən tanıya bilərsən. O qıraqdan gələn hardan bilirsən, nə edirsən, nə qədər əziyyət çəkmisən onun barəsində, bura necə gəlib çatmısan. O qıraqdakıları mən ümumiyyətlə nəzərə almıram. O əsas insanın öz içindəki o savaşdır ki, mənə görə o daha önəmlidir. Təşəkkürlər Lamiyə gəldiyinə görə. Həqiqətən söhbət Təşəkkür edirəm. uzandıqca uzanacaq bu söhbət oldu yenə. Axşama kimi. Axşama kimi danışa bilərdik. Videomuz qəşəng izlənsə, çox tələblər gəlsə, suallar gəlsə, növbəti Azərbaycan səfərində də yenə səni yarı cahilə qonaq çağırmağı mən çox istəyirəm. Təşəkkürlər, videonu bəyənib rəy yazın, suallarınızı yazın. Növbəti hansı peşədən olan insanları çağırmağımı istəyirsinizsə onu yazın. Kanalıma abunə olmağı da unutmayın. Yarı cahil davam edəcək.